Bəzən idman növünə anlayış olmayanlar elə başa düşürlər ki, biz bu cansız hədəflə döyüşürük. Biz döyüşmürük. Biz əllərimizin dəqiq vurulması, əllərimizin bloka çevrilməsi, müdafiəyə yana çevrilməsi və rəqibin hansı nahiyəsinə vurulmalıdır zərbələr, onun üzərində biz təlim alırıq. Təbii ki, bu cansız əşyadır bu. Biz də döyüş zamanı rəqiblə bu cür döyüşməyəcəyik. 5 qat bundan artıq döyüşəcəyik. Öncədən döyüşdən, davadan çalışın, uzaq olun. Biz bunu öyrənmirik ki, kimlərsə döyüşək. Biz bunu öyrənirik ki, birinci sağlamı olmaq naminə, həm də öyrənirik ki, nə vaxtsa çətin bir vəziyyətə düşəriksə, özümüzü müdafiə eləmək naminə. Ancaq özümüzü müdafiə eləmək naminə öyrənirik.